Valideyn evdə bir dayan deyə bilmir, amma məktəbdə möcüzə gözləyir. Bəs tərbiyə harda başlayır axı? Son illər bir şey çox diqqətimi çəkir. Uşaq biraz kobud davransa, dərsə maraq göstərməsə, hamının ilk reaksiyası eyni olur. Məktəb niyə bu uşaqlarla işləyə bilmir? Amma bir sual vermək lazımdır. Uşağın tərbiyəsi məktəbdə başlamalıdır, yoxsa evdə? Müəllim öyrətməyə gəlir, tərbiyəni isə uşağın ailəsi formalaşdırır. Uşaq evdə gördüyünü məktəbə gətirir, məktəbdə öyrəndiyini isə həyata daşıyır. Əgər bu zəncirin ilk halqası, yəni ailə zəifdirsə, o uşaqdan möhkəm nəticə gözləmək çətindir. Bəli, müəllim tərbiyə işində böyük rola malikdir. Amma müəllim o tərbiyəni möhkəmləndirə bilər, formalaşdıra bilər, yarada bilməz. Çünki tərbiyə evdə yaranır, məktəbdə davam edir. Bəlkə də artıq vaxtıdır ki, biraz məsuliyyəti bölüşək. Müəllim uşağa bilik verir, valideyn isə o biliyin üzərində dəyər qoymalıdır. Yoxsa biz nə qədər desək də təsir gələcəyimizdir, tərbiyə arxa planda qaldıqca o gələcəyin istiqamətidir.